Azpetrol şirkəti Ruslan Eyübovundur. Ruslan Eyübov da Bəylər Eyübovun qardaş oğludur. Baş prokuror yanında korrupsiya qarşı mübarizə baş idarəsi tərəfindən saxlanılan və barəsində məhkəmə qərarı ilə 2 aylı həbs qəti imkan tədbiri seçilən Ruslan Eyübovun Azərbaycanda və xarici ölkələrdə çoxsaylı daşınmaz əmlaka və biznes obyektlərinin sahibi olduğu bildirilir. Təbii ki, istinad edirəm Unikala. Unikalın əldə etdiyi məlumata görə ümumilikdə 109 yanacaq doldurma məntəqəsi, 1 maye qaz doldurma məntəqəsi və 1 sıxılmış təbii qaz terminalı daxil olan Azpetrol şirkəti Ruslan Eyübova məxsusdur. Ruslan Eyübov prezidentin şəxsi mühafizə xidmətinin keçmiş rəhbəri Bəylər Eyübovun təbii qardaş oğludur. Uzun illər ərzində böyük həcmdə sərvət toplayıb. Bəli, qeyd edim ki, Azpetrol şirkəti daha əvvəl keçmiş İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyevə məxsus olub. Sonradan bunların hamısını Ruslan Eyübov, yəni Eyübovlar alıb. Söz tapmıram deməyə. Bu qədər. İnsanın bir canı var da. Tutaq bir həyat yoldaşı var, 2 övladı var. Bu qədər sərvəti yığmaqda məqsəd nədir? İnsanın bir canı var. Bir canı var, bir qarnı var, bir ağzı var, bir də mədəsi var. Amma o deyir görməmişlik, hərislik, acgözlük bunlar en qədərdir.